Qoç, bugün hamı sizdən kənar gedəcək. Eksperimentlər aparmağa lüzum yoxdur. Harda səhv etdiyinizi düşünün. Ailədə fikir ayrılığı ola bilər. Ulduzlar ümumi gərginliyi azaltmaq üçün gəzinti və ya kiçik alış-veriş məsləhət görür. Buğa, bugünün tələbi odur ki, istənilən problemi tək başına həll edin. Tapşırıqlar çoxdur, amma mükafat vəd olunmur. Buna baxmayaraq zəhmətiniz hədər getməyəcək. Axşam saatlarında xoş xəbərlər sizi gözləyir. Əkizlər, günün birinci yarısı yeni işlərə başlamaq üçün əlverişsizdir. Getdikcə işgüzar fəallığınız artacaq. Axşama doğru gözlənilməz görüşlər ola bilər. Bir qədər əyləncəyə vaxt ayırmaq əhvalınıza yaxşı təsir edəcək. Xərçəng, nailiyyətlərlə yanaşı müvəqqəti uğursuzluqlar da qaçılmazdır. Boş söhbətlərə vaxt ayırmayın, daha vacib işləriniz var. Müttəfiqlərin dəstəyinə ehtiyacınız olacaq. İşgüzar danışıqlara tək getməyiniz məsləhət deyil. Şir, diqqətinizi toplamağa çətinlik çəkirsiniz. Ətrafda baş verənlərə sakit baxa bilmirsiniz. Təkcə həmkarlarla deyil, ailə üzvlərinizlə də aranızda problemlər yaşanacaq. Maliyyə baxımından uğursuzluq gözlənilir. Qız, problemləri həll etmək üçün yeni üsullar yaratacaqsınız. Yeni müttəfiq tapmaq daha yaxşıdır. Bir çoxları işinizi bəyənəcək, lakin diqqətli olun, sizi qısqana bilərlər. Tərəzi, günün hadisələrinə kəskin reaksiya verəcəksiniz. Bununla belə tanışlarla dil tapmalısınız. Yaşlı qohumlarla ünsiyyətdən zövq alacaqsınız. Kiçik ailə mərasimlərinin təşkili üçün münasib gündür. Əqrəb, daşınmaz əmlakla bağlı sövdələşmələr aparmaq olar. Ev işləri vaxtınızın çox hissəsini alacaq və həmişəkindən darıxdırıcı görünəcək. Gələcəklə bağlı planlar qura bilərsiniz. Potensialınızı düzgün dəyərləndirməlisiniz. Oxatan, ara sıra kiçik problemləriniz yaransa da tərəfdaşlarınızın yardımı ilə aradan qaldıracaqsınız. İş adamları üçün investisiya yatırımı, yeni texniki avadanlıq almaq baxımından əlverişli gündür. Yaxınlarınızın əhatəsində yaxşı istirahət edəcəksiniz. Oğlaq, maraq göstərdiyiniz işlərlə məşğul olmağınız məsləhət görülür. Bu işləri tamamlamaq sizin üçün asan olacaq. Rəhbərlik və ya həmkarlarla mübahisə etməyin. Maraqlı tanışlıq, romantik əyləncə də istisna deyil. Ya əlavə gəliriniz olacaq, ya da qiymətli hədiyyə alacaqsınız. Dolçam, İşdə nüfuzunuz yüksələcək. Bircə təşəbbüs kifayət edər ki, karyera pilləsində irəliyəsiz. Romantik və dostlarla görüş baxımından da uğurlu gündür. Diqqət mərkəzində olmaq istəyəcəksiniz və bu sizdə alınacaq. Balıqlar, onlayn seminar və konfranslarda iştirak etmək, işgüzar danışıqlar aparmaq üçün münasib gün deyil. Heç də xoş olmayan xəbər alacaqsınız. İnformasiyanın doğru olub-olmadığını dəqiqləşdirin. Qohumlarla aranızda xırda məsələlər üstündə mübahisə yaranacaq.